Doğrudan da cizgi filmlərinə çox baxmaq bu nitqin gec inkişaf etməsinə səbəb olur. Yəni nitqi ləngidir uşaqda. Mən tərəfdə biz niyə icazə vermirik? Çünki telefon, planşetə çox baxan uşaq gələcəkdə cümlə qura bilmir. Ümumiyyətlə dinləməyi bacarmır. Danışmağın ilkin özəyi dinləməkdir. Əgər mən dinləməyi bilirəmsə, mən danışmağa da gəlirəm. O uşaq dinləyə bilmir. Çünki onun beynindəki qaçır, dominant qaçır, multiklar qaçır, nələrsə hərəkətlər qaçır, fikirlər. O onu narahat eləmir nitq. Onu daha çox hərəkət, sensor tərəfdən götürsün, qoysun, tullansın, hoppansın. Hərəkətdə daha çox olur və nitqə ehtiyac duymur. Və televizora, telefona baxan uşaqlarda isə orada bilirsiniz nə baş verir? Ancaq o tərəf danışır, mən yox. Mənlə əlaqə yoxdur axı. O danışır və düşünür beyin ki, belə də olmalıdır. Və ətrafında valideyn danışanda, dostu danışanda, nənə danışanda, baba danışanda, qardaş danışanda o adi gəlir ona ki, danışır da, danışır. Planşet danışır. Bəli, qəbul eləmir onu. Hipnoz olur ona görə. O hissəni qəbul eləmir. Qəbul eləmədiyinə görə inkişaf getmir. Amma uşaqla 0-5 arası ən məhsuldar dönəmdir sensomotor tərəfdən. Valideyn danışır və reaksiyanı gözləyir. Oynayır, emosiyaya toxunur və orada reaksiya çıxardır onu, çıxardır və uşaq başlayır danışmağa. Və danışdıqca o uşaqda əksikliklər varsa, üstünlüklər varsa, hamısı aydın şəkildə görünür.